Elvin, futbolçular arasında ləqəblər var yəqin ki. Bəli, var. Bəlkə mən bu dəfə ləqəbləri deyim və siz hansı futbolçunu hansı ləqəbə uyğun görürsüz deyəsiz. Söhbət Azərbaycanlı futbolçulardan gedir. Raket, Raket, güclü zərbəsi olana deyilər də yəqin ki. Tural Bayramov. sürət, Sürət, xəyal, klass, klass. Emin Mahmudov. çalışqan, Çalışqan, Azər Salahlını deyərdim. bitirici, Bitirici yerlilərdən Nərmanı deyərdim. sadiq, Amin Seydiyev, veteran, Cavid Hüseynov, dost, Emil Səfərov. qorxulu, Qorxulu, yaxşı mənada Taylor'u deyərdim. Çünki elə vaxt olar ki, onlar da gəlib burada oturub at çəkməli olarlar yəni. O baxımdan inciməzlər yəni. Yaxşı, Elvin Cəmalovun ləqəbi nə olardı? Çalışqan olardı məncə.